Hamıya salamlar dostlar. Bugün Car Simulator 2'ye yenə qaldığımız yerdən davam edirik. Car Simulator 2'də artıq vaxtı gəldi. Bugün yeni bir dənə ev alırıq. Sonunda o yeni gələn güncəlləməyə o evi alıram. İndi doğru o evi almağa gedirik da, amma mən ilk başa şu maşının rəngini bir dənə dəyişdirim. Bugün bununla gedirik almağa. Yenə Toyota Tacoma ilə birlikdə gedirik. Oh, bu şəkildə qəşəngdir. Hə də bu şəkil bəyənilir, yəni çox qəşəng şəkildə o başlanğıc şəkli. Dönüşündə də yenicə tapşırıqlar etmişdik və bugünkü gündə də yeni ev almağa gedirik. Amma bundan öncə dediyim kimi rəngini dəyişdirək bunun. Ardından gedək dağlıq ərazidə bir ev alaq. İlk başa bunun rəngini dəyişdirməyə gedirik. Yeni pikapımızın. Yəni ağaç teslimatı tapşırığımız burada. Çox qəşəng tapşırıqlar idi bunlar. Ben biraz oyuna bu yana çırpmışdım, amma sonradan yenə qəşəngdir yəni. Çırpsam da yenə baxım ən asas bir növüdür bu. Daha buralar dəvr, buralar aşırıb keçə bilmirsən. Hər yerdə ağac var dediyim kimi yəni. Amma bunun rəngini dəyişdirməsək də olmaz. Bunun rəngini dəyişdir. Anana bunun rəngini mavi elə, belə mavi. Qəşəng burada mavi qəşəngdir. Uyğuladıq bunu. Reklam başladı əlbəttə ki. Bu reklam oturaq. Daha sonra evi mən alacağım. Ondan sonra get nə olar da buradan. Yenə elə giriş oyunlar gəlməyə başlayıb. Neyse biz işimize baxaq. Of. Yəni bu arada mavi rəngdə qəşəng oldu buna biraz. Mən bu ağaçlar gəldiyi günə nə deyək? Çırpa gedirik yəni hər şeyə. Ötən yəni bunlar bu aşağı bilmirəm da nəsə. O bir dənə saçdı. Hadi. Uf, yəni taslaq qazandım. Son nə qədər daha çoxlu pul sistemi falan gəlir. Tapşırıqlarda qazanmaq yerinə tapşırıqlar elə bir ki burada görevlərdən də pul qazana bilirsən, amma nə qədər çox da pul qazana bilirsən maşallah yəni. Haydır polis. Yeni evə doğru gedirik dostlar. Buradan evə doğru gedirik. Ardından yeni bir ev alaq. Abi bir dənə bu baxın gör bu rəssamlıq akademiyası olan ev. Abi buranın ağaçlarını hiss eləməmişəm. Bu arada nə ağaçlar gəldi, abi nədir? Oo, dayın görün, bu nə ağaçdır? Bu nə ağaçdır belə? Oyda. Bu ağac bu evə təzə gəldi. Çünki bu ağac o vaxt yox idi. Nə ağaçlar lan bu evə? Bax da bax. Bu araşdıra bilsən? Hamısını. Bütün ağaçlar aşırdı. Ağaçların yarısını aşıra bilsən, yarısını yox yəni. Yeni evə doğru gəlirik dostlar. Umuram o evi. Ancaq 2 nəfərdir. Of, çiftlik. Alıram o dəqiqədə. Dur. Həyəcanla.
Sas yenə bastım. Aldım dostlar yeni evi. Görmüş olduğunuz kimi. Uf. Dayan pulu xərclədim əməlli. Gördün mü nə hardım? Pul xərclədim. Deyə yenə bir pul qazandım üstünə. Dayan görək. Mesela mən cavablardan yarışadan bir şeyler kazansam ulduz biraz daha çıx online üçün də qəşəng cavabdan bir dənə çevrimçi yarış kazanırsan qazanç mesela çoxlu kriptolar verir. Bu da bu sistem çox qəşəng oldu yalnız. Da mən bu ev aldım. Vay garaj yerine bak garaj yerine. Burasıdır. Tamam yeni evimiz dostlar xeyirli olsun bu evi aldıq axır şey. Açıram indi. Açıq dostlar. Lan bu nədir? Bu nədir? Oy da bu nədir belə? Burada bir şəkil var. Tövbe yarabbi. Burada bir peş var. Masalar, stollar. Kim bilir orada nə var indilərdə. Kamera getdi mən heç şeyə basanmıram əlbəttə ki. Bu evdən ben bir dəfə bu evin bir videosuna baxdım. Səs gəlir nəsə bu evdən qəribə səslər gəlirmiş kəndimə. Baxım görüm gəlir o səs bana. Baxaq görək. Yoxsa özləri montaj eləyibdilər, nə eləyibdilər, amma yenə buradan bu evdən bir səslər gəlir. Baxım görüm. Bu səs altı var bir dənə görək. Bak nerede bu? Bakın yoksa da bir şey var. Ona bakın orada. Orada garibe bir şey var. George Özer aldı onu. Yani burası dağlık arazi bir ev ama burası çok karışık bir yerdi yani. Ne diyesem bura bak da. Ama bu evden ses ben gelmiyor nasıl ben gözümden ses bir şey yoktu bu evde. Ama burada korkulu bir şəkil var, yolsuz bir şəkili. Kravat da burada. Mesela bir sənə bilər. Peç. Ayı değil, ama palazdı bu. Aydı ama palazdı. Stollara bak, pencereler. Stollar, her şey var burada, bak da. Ya bir merdiven de var ama buradan çıkabilmiyorsun arkadaşlar. Yeni aldığım ev. Ne kadar tatlı oldu sizce siz bu evi? Bilemedim, yoruma yazsanız geçen olar. Bir daha bu maşın benim cizem var çünkü. Ama maşını söndüren yer yoktu. Güzeldi. Maşın imamın səbəbi burasıydı. Bakın bu şəkil. Yeni evdə qorxunç bir cizəm var burada. Bu nədir səncə? Bu nədir? Görürsünüz, baxın burada nə var? Yeni aldığım evdə lənət bir şeylər var. Bu mərtəbədəydi. Amma bura çıxartmır niyəsə. Baxın bura çıxartmır.
Nasıl eləsəm, necə də eləsəm, mən bir şəkildə buradan çıxıram, baxamıyorum çünki bildiyin oyun məsləhəti vermir bizə. Belə yerə qoydum ki, maşına. Baxın, o da sizə baxın. Aç bu qapını. Bak kameraya nə oldu? Baxın, onsuz dostlar, burada şu fotoğrafa. Görün burada nə var? Bu bir montajdır. Nədir, yoxsa müvəqqəti bir şey eləmişdilər, nə almışdılar? Tada mən bir dənə bu maşını qoyum yerinə. Bu səfər maşını tamamilə söndürdüm, indi gecə oldu. Tam yəni axşam oldu bildiyimiz. İndi görək bu öydə nəsə bir səs zad çıxacaq. Baxın, oradakı fotoğrafa baxın. Ay yox, bu evdə heç nə yoxdur ki, satmaz. Yəni ki, özləri montaj eləyibdilər, nəsə elə bir montaj bir şey eləyibdilər özləri. Bu evdə səsməz bir şey yoxdur dostlar. Acaba bu bir montaj. Ha, buradan da bizə şeylər çıxartmır ki. Yəni evdə bu şəkildə idi. İnşallah videonu bəyəndiniz. Bugünün videomuzun sonu. Bugün də bu evi aldıq, görmüş olduğunuz kimi. Yəni sabah da fikrim vardı, karşıma şey yenə bir dənə maşın mı alsaq? Yaşamdı bax, yəni yəqin şey eləyəcəm, bu səfər sabah bir dənə maşını alaram. Bu qaleriden yenə bu galerimizdən yenə yeni bir maşın alacaq. 530 binə Asil var. 100 taslarda hükümdar var. Baxaq, indi biz nəyə alacaq? Nələrdən bir dənə fikirləşib bir şeyləri alarıq bu günlərdə. İnşallah videonu bəyəndiniz. Sonraki videolarda dostlar görüşmək üzrə.